Vaxtınız xeyir olsun. Deməli, indi baxacağıq biz Gagninin öyrənmənin şərtləri nəzəriyyəsinə, yəni öyrənmənin 9 addımı nəzəriyyəsinin testlərinə, Time-dan. Gagné, Robert Gagné hansı nəzəriyyəni yazıb? Öyrənmənin şərtləri və yaxud da öyrənmənin 9 addımı nəzəriyyəsini, dərsin gedişatı ilə bağlı bir nəzəriyyədir. Gəlin indi baxaq. Birdə deyir ki, klasteri tamamlayın. Yəni bizə nə verib? Robert Gagné verib, düzdür? Gagnéyə uyğun olanı tapmalıyıq. Öyrənmə müşahidə olunan davranışın nəticəsi kimi başa düşülür. Bir nümunə budur. İndi biz Gagnéyə aid olan bir mühakimə tapmalıyıq. Birdə deyir, şagirdin necə öyrənməsi, nə öyrəndiyindən daha önəmlidir. Bəli, bu doğrudur. Demişdik ki, şagirdin nə öyrənməsindən daha çox onun necə öyrənməsi önəmlidir. Yəni o dərsin gedişatını düzgün şəkildə qurmaq lazımdır. Necə öyrənməsi, nə öyrəndiyindən önəmlidir deyirsə, deməli bir doğrudur. 2. İnsanın mənəvi inkişafı onun idraki inkişafının mövcud mərhələsindən birbaşa asılıdır. Burada söhbət nədən gedir? Mənəvi inkişafdan. Deyir, idraki inkişafı onun mövcud mərhələsindən birbaşa asılıdır. Yəni, hansı mərhələdədirsə, onun düşüncə tərzi, mənəviyyatı bir o qədər olacaq, bir o qədər formalaşmış olacaq. Bu da hansı nəzəriyyə ilə əlaqəlidir? Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi. Deməli, 2 çıxdı. Bizə lazımdır Gagné. 3. Şagirdlərin düşüncə tərzləri onların akademik nəticələrinə təsir göstərir. Bu da elə buradan da bəllidir ki, hansı nəzəriyyə ilə əlaqəlidir? Düşüncə tərzi. Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsinə aiddir. Demişdik ki, düşüncə tərzi insanların akademik nəticələrinə təsir göstərir. Əgər açıq düşüncə tərzidirsə, özünə inanırsa, geri çəkilmirsə, uğur əldə edə biləcək. Yox, əgər qapalı düşüncə tərzindədirsə, bu da onun nəticəsinə pis təsir göstərəcək. Bu da Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsidir. Gagnéyə aid deyil. 4. Öyrənmə şərti prosesdir. Onun səmərəliliyi tədris prosesinin düzgün təşkil olunmasından asılıdır. Bəli, bu artıq dərsin gedişatı ilə əlaqəli olduğuna görə Gagnéyə aid edə bilərəm. Şərti prosesdir. Demişdik, öyrənmənin 2 şərti var. Bir daxili şərt, bir də xarici şərt. Daxili şərt nədir? Bizim qabımızda olan, insanın qabında olan zehnidir, qavramasıdır. Bunlar hamısı şərtidir. Amma yəni daxili şərtdir. Amma bir də var xarici şərt. Xarici şərt nədir? Xarici faktorlar. Müəllimin köməyi ilə və yaxud da valideynin və yaxud da yoldaşların köməyi ilə, yəni xarici faktorların tərbiyəçinin və yaxud da köməyi ilə fərqi yoxdur. Xarici faktorların təsir nəticəsində köməyi ilə o daxili şərt bir qədər də inkişaf edə bilər, formalaşa bilər. Yadınıza gəlirsə, şərtlərdən də danışmışdıq. Deməli, bu da dərsin gedişatı ilə bağlıdırsa Gagnéyə aid edə bilərəm. 1-4 cavab A variantı. 2. Robert Gagnénin öyrənmənin şərtləri nəzəriyyəsi haqqında verilən fikirlərdən hansı yanlışdır? Bizdən yanlış olanı istəyir. 1. Öyrənmənin şərtləri nəzəriyyəsində öyrənməni təmin etmək üçün müəllimin şagird müxtəlifliyi nəzərə alması differensiallaşmanı təmin edə bilər. Bəli, bu doğrudur. Öyrənməni təmin etmək üçün, mənimsətmək üçün müəllim nə edir? Məsələn, həyati situasiyalar gətirir, müxtəlif abreviaturalardan istifadə edir, nə bilim, şaquli inteqrasiyada üst tutur, şaquli inteqrasiyadan istifadə edir. Yəni məqsəd nədir? Və yaxud da şagirdlərin vizuallaşdırılmasına, o öyrəndiklərini vizuallaşdırmasına şərait yaradır. Məqsəd nədir? Öyrənməni təmin etmək, yəni şagirdlərin o əldə etdiyi bilikləri mənimsətmək, daha da möhkəmləndirmək. Deməli, burada müxtəliflik əgər nəzərə alınarsa, biz demişdik, müxtəliflik nəzərə alınması nədir? Differensial yanaşmadır. Different sözün kökündən different söz var, müxtəlifdir. Müxtəliflik nəzərə alınması differensiallaşmanı təmin edə bilər. Deyirsə, deməli, bir doğrudur. 2. Öyrənməni təmin etmək üçün müəllim şaquli inteqrasiyadan istifadə edə bilər. Bəli, bayaq dediyim kimi, öyrənməni təmin etmək üçün şaquli inteqrasiyadan istifadə olunur. Şaquli inteqrasiya öyrənməni təmin etməyin açar sözlərindən biri idi. 2 də doğrudur. 3. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir. Bəli, bu da doğrudur. Çünki dedi ki, bu nəzəriyyəyə əsasən dərsin əvvəlində müəllim şagirdlərə təlim nəticəsini elan etməlidir. 2-ci addım idi, yadınıza gəlir, təlim nəticəsini elan etmək. 4-cü addımda artıq dərsi izah edirdi, mövzunu təqdim edirdi. Amma 2-ci addımda isə nə edirdi? Dərsin təlim nəticəsini elan edirdi. Yəni, dərsin məqsədini şagirdlərə təqdim edirdi. Deməli, dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir, deyirsə, bu da doğrudur. 4. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən müəllim yalnız tapşırıqların sonunda şagirdlərlə əks əlaqə qura bilər? Xeyr. Tapşırıqları başlamamışdan əvvəl də əks əlaqə qura bilər, yəni rəy verə bilər. Yalnız tapşırığın sonunda verməlidir deyə bir qayda, məhdudiyyət yoxdur. Ona görə 4 yanlışdır. 5. Müəllimin evə tapşırıq olaraq yaradıcı tapşırıqlar verməsi, bilik və bacarıqların tətbiqini təmin etmək addımını reallaşdırması ilə bağlıdır? Xeyr, tamamilə yanlışdır. Müəllimin evə tapşırıq verməsi 9-cu addımdan əlaqəli. 9-cu addım nə idi? 9-cu addım informasiyanın bacarığa çevrilməsi, möhkəmləndirilməsi və bacarığa çevrilməsi. Nə idi bu? Evə yaradıcı bir tapşırıq verirdi müəllim. Yaradıcı tapşırıqlar verirdi. Ev tapşırığı verirdi. Amma burada deyir bilik bacarıqların tətbiq. Xeyr. Bilik bacarıqların tətbiqini təmin etmək hardaydı? 6-cı addımdaydı. Hansı ki
6-cı addımda şagirdlər nə edirdi? Onlara verilən tapşırığı sinifdə yerinə yetirirdi. Bir var, sinifdə tapşırıq yerinə yetirsin, bilik bacarıqları tətbiqi üçün tapşırıq yazsın. Bir də var ki, evə tapşırıq verilsin. Bilik bacarıqlarının tətbiqi 6-cı mərhələdir, amma ev tapşırığı 9-cudur, 9-cu addımdır. Evə yaradıcı tapşırıqlar verməsə 9-cudur, 6-cı deyil. Ona görə 5 də yanlışdır. 4-5 D variantı. 3. Qaniyenin təlim prosesinin səmərəli təşkil olunması üçün lazım olan addımlardan deyil. Addım deyil. A. Şagirdlərin diqqətini dərsə cəlb etmək. Bəli, motivasiya olmalıdır. Şagirdlərə təlim nəticələrini elan etmək. Bəli, 2-ci addım. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Bəli, 3-cü addım. Yəni sonuncu dərsində keçiribsə onu yada salırdıq. Ondan sonra keçirdiyi mövzu izahına. Müxtəlif anlayışları eyni üsuldan. Xeyr, eyni üsuldan yox. Anlayışları müxtəlif üsulla izah eləməlidir ki, müəllim öyrənməni yaxşı təmin edə bilsin. Dərsi şagirdlər daha yaxşı, daha effektiv şəkildə başa düşə bilsinlər. Daha effektiv müəllim nəticə əldə etməsi üçün nə etməlidir? Müxtəlif üsullarla izah eləməlidir. Müxtəlif üsulla izah edirsə, deməli burada hansı təlimdən söhbət gedir? Differensial təlimdən, differensial yanaşmadır. Aydındır. Eyni üsulla dediyinə görə D variantı tamamilə yanlışdır. Deyir, prosesi səmərəli təşkil edən addım deyil. Səmərəli olması üçün müxtəlif üsulla izah eləməlidir. Differensial yanaşma tətbiq eləməlidir. Eyni üsulla yox. Ona görə D yanlışdır. Müxtəliflik nəzərə almalıdır. Bir növ bərabər imkanları gözləməlidir. Əks əlaqə qurmaq, bəli, rəy vermək idi. 7-ci addım idi. E variantı da doğrudur. 3-də D. 4-ə baxaq. Deməli bizdən uyğunluq istəyir, düzdür? Uyğunluq deyirsə doğrunun altında doğru, yanlışın altında yanlış. İncəlin oxuyaq. Birdə deyir, Qaniyə görə şagirdin necə öyrənməsi, nə öyrənməsindən daha önəmlidir? Bəli, bu doğrudur. Uyğunluq gözlənilib. 2. Qaniyə görə müəllim şagirdlərin əvvəlki təlimdə əldə etdiyi bilik və bacarıqları stimullaşdırdıqdan sonra bilik və bacarıqların tətbiqini həyata keçirmək. Xeyr. Əvvəlki təlimdə əldə etdiyi bilik bacarıqları stimullaşdırmaq hardaydı? 3-cü addım. Müəllim nə edirdi? Təlim nəticəsini elan eləyəndən sonra, yəni 2-ci addımdan sonra nə edirdi? Ən sonda nə keçiribsə onu yada salırdı. Yada salandan sonra dərsin mövzusunu təqdim edirdi, yəni keçirdi dərsin izahına. Amma bura fikir verin, yazıb ki, əvvəlki bilik yada salandan sonra tətbiq, bilik bacarıqların tətbiqi. Bu elə bil ki, 3-cü addımdır. Keçir birbaşa 6-cı addıma. Doğrudur bu, 3-dən 6-ya yox. 3-dən sonra 4 gəlir. 4-cü addımda dərsin mövzusunu təqdim etməkdir. Sonra gəlir 5-ci. 5-ci addım nə idi? 5-ci addım öyrənməni təmin etmək, mənimsətmək. 6-cı addım artıq bilik bacarıqlarının tətbiqidir. Burada fikir verin, ardıcıllıq pozulub. Ona görə 2 yanlışdır. Götürmürəm 2-ni. Yazırıq yanlış, uyğunluq pozulub. 3. Qaniyə görə şagirdlər daha zəkalı və intellektual ola biləcəklərinə inandıqda öyrənmə prosesinə daha çox cəlb olunurlar. Burada fikir verin, gör nədən söhbət gedir. Deyir, Qaniyə görə şagirdlər daha zəkalı və intellektual ola biləcəklərinə inandıqda öyrənmə prosesinə daha çox cəlb olunurlar. Yəni başa düşürlər ki, əgər mən daha belə deyim də zəkalı olsam, daha yaxşı öyrənərəm. Bu daha çox düşüncə tərzinə aiddir, düşüncə tərzi. Baxın, yenə deyirəm, burada deyir, şagirdlər daha zəkalı, intellektual ola biləcəklərinə inandıqda öyrənmə prosesinə daha çox cəlb olunurlar. Özlərinə inansalar daha yaxşı nəticə əldə edirlər. Bu düşüncə tərzidir, açıq düşüncə tərzi. Deməli, Qaniyə nəzəriyyəsinə yox, düşüncə tərzi nəzəriyyəsinə aiddir. Ümumiyyətlə, Qaniyenin nəzəriyyəsi dərsin gedişatı ilə bağlı bir nəzəriyyədir. Yəni biz elə bir şey tapmalıyıq ki, dərsin gedişatı ilə əlaqəli olsun bizə verilən cümlələr. Amma burada şagirdin özündən söhbət gedir, düşüncə tərzindən gedirsə 3 də yanlışdır. Yanlışdır, yanlışın altından yanlış 3-ü götürərəm, uyğunluq gözlənilib. 4. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir. Bəli, bu doğrudur. Deyir ki, dərsin əvvəlində müəllim şagirdlərə dərsin məqsədini təqdim etməlidir. Doğrudur. Yəni uşaqlar bilməlidir ki, biz bu gün nə öyrənəcəyik? 4 də doğru olduğuna görə uyğunluq pozulub. Cavab 1, 3, Y variantı. 5. Öyrənmənin bu addımının həyata keçirilməsində əsas məqsəd budur ki, şagirdlər dərsin sonunda nə əldə edəcəklərini bilsinlər. Bu addım məqsəd yönlü öyrənməni və şagirdlərdə fikir formalaşmasını təmin edir. Düzgün variantı seçin. Gəlin indi baxaq. Deyir ki, öyrənmənin bu addımının həyata keçirilməsində əsas məqsəd budur ki, şagirdlər dərsin sonunda nə əldə edəcəklərini bilsinlər. Yəni, o dərsin sonunda əldə olunan bilik bacarıqları biz əvvəlcədən təqdim etməliyik. Dərsin sonunda əldə olunan bilik bacarıqlar nə idi? Nəyin tərifidir? Təlim nəticəsinin. Sizlə terminlərin təsvirini keçəndə təlim nəticəsinə bir tərif vermişdik ki, təlim nəticəsi. Təlim nədir? Dərsdir. Nəticə nədir? Sondadır da, son deməkdir nəticə. Təlim nəticəsi dərsin sonunda şagirdlərin əldə etdiyi bilik bacarıqlar. İndi burada da şagirdlərin əldə etdiyi bilik bacarıqları əvvəlcədən onlara nə etməliyik? Bildirməliyik. Yəni təlim nəticəsini elan etməliyik. Diqqəti dərsə cəlb etmək deyil, bilik bacarıqlarının tətbiqi, tapşırıq yerinə yetirmək deyil,
Əvvəlki biliyi yada salmaq, öyrənməni təmin etmək deyil. Sadəcə burada fikir verin, deyir, şagirdlər dərsin sonunda nə əldə edəcəklərini bilsinlər. Deyir, bu addımın həyata keçirilməsində əsas məqsəd. Yəni, biz əvvəlcədən onu elan eləməliyik ki, şagirdlər sonda nə əldə edəcəklərini bilsinlər. Təlim nəticəsi planlaşdırmada da keçmişdik ki, əvvəlcədən elan olunmalıdır. Lövhədə müəllim təlim nəticəsini əvvəlcədən yazmalıdır, qeyd eləməlidir. Ona görə cavab D variantı. 6. Müəllim mövzunu dərsin məqsədinə uyğun seçir və şagirdlərin öyrənmə tərzini nəzərə alaraq müxtəlif üsullarla, məsələn, video, əyani nümayiş, mühazirə və s. təqdim edir. Burada müəllim mövzunu artıq şagirdlərə təqdim edir. Nə olar? Dərsin mövzusunu təqdim etmək. Dərsi izah edir. İzah eləmək üçün də müxtəlif yollardan istifadə edir. Burada video çax sizi çaşdırmasın. Motivasiya mərhələsində də müəllim video çaxdan istifadə edə bilər. Öyrənməni mövzusunu təqdim edəndədir. Amma burada fikir verin, bizə nə deyir? Deyir, dərsin mövzusunu təqdim edir. Hələ motivasiya mərhələsi lap birincidir, ən birincidir. Artıq bu motivasiya mərhələsindən keçib, təlim nəticəsini elan edib, əvvəlki bilikləri yada salıb, ondan sonra keçib dərsin izahına. Deməli, bu nədir? Dərsin mövzusunu təqdim etmək. Çünki yenə deyirəm, müəllim mövzunu burada dərsin məqsədinə uyğun seçir və öyrənmə tərzinə nəzərə alaraq artıq təqdim edir. Dərsin hansı komponentində burada differensiallıq gözlənilib? Dərsin hansı komponenti? Proses. Niyə? Çünki burada təqdim edən müəllimdir. Müəllim dərsi izah edir. İzah edirsə, artıq təqdim edirsə, müxtəlif üsullardan istifadə edərək, müxtəlif öyrənmə tərzlərini nəzərə alaraq, burada differensiallıq var. Hansı komponentində? Dərsin proses komponentində. Çünki burada müəllim dərsin mövzusunu izah edir, təqdim edir. Cavab Y variantı. 7. Hansı fikir Robert Gagnet'in öyrənmənin şərtləri nəzəriyyəsi ilə bağlı yanlışdır? A. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi üçün verilən tapşırıqlar mümkün qədər yaradıcı olmalıdır. Bəli, bu doğrudur. Yaradıcı tapşırıqlar verilməlidir və təlim prosesində 9 addımı həyata keçirərkən şagirdlərin intellekt növləri, maraq dairələri haqqında məlumatlı olmaq faydalıdır. Bəli, bu da doğrudur. Çünki biz onların intellekt növlərin, maraqların bilməliyik ki, differensiallığı gözləyək. Differensial təlim həyata keçirək. Yəni, əgər müxtəlifliyi nəzərə alsaq, təbii ki, nəticəmiz daha effektiv olacaq, daha səmərəli dərs təşkil edə biləcək. Differensial təlim həyata keçirilməsi üçün müəllim nə etməlidir? İntellekt növlərini, maraq dairələri haqqında məlumatlı olmalıdır. Bərabər imkanlar tələbini reallaşdırmaq üçün. C-də deyir, şagirdlərin öyrənməsini təmin etmək üçün onları qiymətləndirmə rubriki ilə təmin etmək olar. Bəli, öyrənməni təmin etmək, mənimsətməkdə yadınıza gəlir, bir açar söz vermişdim ki, müəllim qiymətləndirmə rubriki ilə şagirdləri tanış eləməlidir, göstərməlidir ki, siz hansı rubrik nəticəsində, hansı rubrik vasitəsilə qiymətləndiriləcəksiniz. Çünki onlar bir növ bu qiymətləndirmə rubriki onların öyrənməsinə istiqamət verir. Daha çox istiqamət verir ki, siz hansı qiymətləndirmə üzrə qiymətləndiriləcək, hansı rubrik üzrə qiymətləndiriləcəksiniz. Yəni, orada tanış olurlar qiymətləndirmə rubriki ilə. Görürlər ki, biz nələri bilməliyik. O yöndə elə bir istiqamətləndirirlər. Başa düşdünüz? Ona görə C də doğrudur. D. Öyrənmə prosesinin səmərəliliyini təmin etmək üçün təlim prosesində şagirdlərin davranışlarını müşahidə edib anlamaq lazımdır. Bu da doğrudur. Çünki öyrənmənin ümumiyyətlə səmərəliliyini təmin etmək üçün o şagirdlər müxtəlifdir axı, hər biri müxtəlif cür davranış sərgiləyirlər. O müxtəlifliyi biz müşahidə edib anlamalıyıq və o müxtəlifliyi nəzərə almalıyıq. Differensiallıq nəzərə almalıdır. Ona görə D də doğrudur. Şagirdlərə dərsin əvvəlki təlimdə qazanılmış bilik və bacarıqlarını stimullaşdırdıqdan sonra, yəni əvvəlki təlimdə qazanılanları stimullaşdırmaq hansı mərhələdir? 3-cü addım. Əldə ediləcək bilik bacarıqları elan etmək lazımdır? Xeyr. Əldə olunacaq bilik bacarıqları elan etmək, təlim nəticəsini elan etmək. Bu stimullaşdırmadan əvvəldir, sonra deyil. Amma burada yazıb sonra, deməli yanlışdır. Bilik bacarıqları stimullaşdırandan sonra müəllim keçir dərsin izahına, dərsin mövzusunu təqdim etmək lazımdır deməli idi. Yanlış yazıb. 3-dən sonra sanki bu 3-cü addımdır, bu 2-ci addımdır. 3-dən sonra 2 gəlir. Yox, deməli Y yanlışdır. 7, 8. Müəllim dərsdə yarpaqların quruluşu haqqında məlumat verir. Şagirdlər dərs prosesində yarpaqlarla bağlı maraqlı faktları öyrənirlər. Müəllim şagirdlərə öz həyətlərindən çoxlu sayda yarpaq toplamağı, öz həyətlərindən yarpaq toplamağı və onlardan hər birinin hansı ağaca məxsus olmasını, damarlamasını, həmçinin digər xüsusiyyətlərini müəyyən etməyi tapşırır. Bu artıq, baxın, hansı addım olduğu soruşur. Bu artıq müəllim evə tapşırıq verir. Şagirdlər nə edəcəklər? Gedəcəklər ev tapşırığı kimi öz həyətlərindən yarpaq toplayacaqlar. Hər birinin hansı ağaca məxsus olmasını tapacaqlar, damarlanmasını tapacaqlar. Yəni, ev tapşırığıdır bu. Yaradıcı ev tapşırığıdır. Müəllim bunu evə tapşırır da, düzdür, nə olar? Bilik bacarıqlarının tətbiqi deyil. Çünki bilik bacarıqlarının tətbiqi məktəbdə olur. Məktəbdə şagirdlərə tapşırıq verilir. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi, bəli, budur. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi üçün müəllim evə tapşırıq verir. Burada da ev tapşırığı olduğuna görə şagird gedib öz həyətlərindən
yarpaq toplamalıdır deyə buna qərar verdi ki, ev tapşırığıdır və informasiyanın möhkəmləndirilməsi və bacarığı çevirməsi mərhələsinə, addımına uyğun gəlir. Yəni sonuncu addım, 9-cu addım. Öyrənməni təmin etmək deyil, mənimsətmək deyil, əvvəlki bilikləri yada salmaq deyil, dərsin mövzusunu elan etmək də deyil. Çünki bu ev tapşırığıdır. 9. Öyrənmənin şərtləri nəzəriyyəsinə görə hansı fikir yanlışdır? A. Yeni mövzunun tədris zamanı əvvəlki bilik və bacarıqlara istinad edilir. Bəli, bu doğrudur. Çünki əvvəlki bilikləri yada salırıq, onlara istinadən yeni mövzunu tədris edirik. Həm də təsəvvür edə bilərsiniz ki, məsələn, mən dərsi necə keçirəm? Əvvəlcə əvvəlki bilikləri, əvvəlki dərsi yada salıram. Hətta mövzu izahında da o əvvəlki biliklərə istinad edirəm. Deyirəm ki, filan şey necə olmuşdu, filan yerdə necə demişdi. Yəni istinad edilir. Bu doğrudur. B. Üsullar şagirdlərin nəzəri biliklərini necə tətbiq edəcəkləri haqqında onlarda fikir formalaşdırır. Deyir, üsullar şagirdlərin nəzəri biliklərini necə tətbiq edəcəkləri haqqında onlarda fikir formalaşdırır. Bu da doğrudur. Çünki üsul nədir? İş üsulu, iş forması. Düşünür ki, şagird, mən bunları necə tətbiq edəcəm? Bu nəzəri bilikləri. Görəsən necə tətbiq edəcəm? Məsələn, ziqzaq nə idi? Böyük mətnin qısa zaman ərzində mənimsədilməsidir. Və yaxud da məsələn, iş üsulu kimi nə götürək? Tutaq ki, auksion. Auksionda nə edirlər? Xüsusiyyətlər sadalayırlar. Yəni biz o iş üsullarını onlara təqdim etməklə, seçməklə şagirdlər düşünürlər ki, mən bu biliklərdən necə istifadə edəcəm, necə tətbiq edəcəm. Deməli, B variantı da doğrudur. C. Şagirdlərin gözlənilən təlim nəticələrinə çatıb-çatmadığını yoxlamaq üçün hər hansı bir fəaliyyət aparılır. Deyir ki, təlim nəticələrinə çatıb-çatmadığını yoxlamaq üçün biz heç nə eləməsək, eləcə durub şagirdlərin üzünə baxsaq, biz bilə bilərik şagirdlər təlim nəticəsinə nə dərəcədə çatıb və yaxud da nə dərəcədə çatmayıb. Bunu yoxlamaq üçün nə etməliyik? Təlim nəticəsinə çatıb-çatmadığını yoxlamaq üçün onlarla əks əlaqə qurmalıyıq, rəy verməliyik. Baxmalıyıq ki, hansı səhv var, hansı düzü var. Səhvi varsa onlara yol göstərməliyik, istiqamət verməliyik ki, o gedib düzgün cavabı tapa bilsinlər. Deməli, C də doğrudur. D. Şagirdlərin bilik və bacarıqlarını tətbiq etmələri üçün hər akademik saat ərzində laboratoriya işi aparılır. Xeyr, belə bir şey demişdik biz. Hər saat laboratoriya işi aparmaq düzgündür. Xeyr. Yəni müxtəlif cür şagirdlər tapşırıq yerinə yetirə bilərlər, tətbiq edə bilərlər. Bilik bacarıqlarının tətbiqi nədir? Hansı mərhələdə? 6-cı mərhələdə, düzdür 6-cı addım. 6-cı addımda nə edirdilər? Şagirdlər tapşırıq yerinə yetirirdilər. İş icrası vardı. Amma sırf laboratoriya işi aparılmalıdır deyə bir qayda yoxdur. Ona görə də yanlışdır. Y. Əks əlaqə istənilən fəaliyyətin ayrılmaz hissəsidir. Şagirdlərin gördükləri işin nə qədər səmərəli olduğu haqqında məlumat verir. Bəli, bu da tamamilə doğrudur. Əks əlaqə rəy olmasa, şagirdlərə necə istiqamət verəcəyik? Necə rəy verəcəyik? Şagirdləri istiqamətləndirməliyik ki, hansı səhvinə necə baxmalısan, necə düzəliş verməlisən. Y də doğrudur. Cavab burada oldu. D variantı. 10. Müəllim sinifdə Abdullah Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qoğal tamaşasının afişasını nümayiş etdirir. Deməli, burada müəllim qoğal tamaşasının afişasını nümayiş etdirir. Sonra şagirdlərə suallarla müraciət edir. Sizcə gördüyünüz afişa tamaşa haqqında hansı maraqlı məlumatları bildirir deyə sual ünvanlayır. Burada yadınıza gəlir demişdim ki, məsələn, video çaxlardan istifadə etmək olar, slaydlardan istifadə eləmək olar, düşündürücü şagirdlərə suallar verilir, provokativ suallar verilir ki, şagirdlər düşünsün, diqqətini dərsə cəlb eləsin. Aydındır. Hansı mərhələ idi? Birinci, motivasiya, maraq oyatma. İndi gəlin baxaq. A-da deyir, müəllim şagirdlərin mövzunu nə dərəcədə anladıqlarını müəyyən etməyə çalışır. Xeyr. B-də deyir, müəllim şagirdlərin bilik və bacarıqlarını müxtəlif şəraitlərdə həyata keçirmələrə şərait yaradır. Xeyr, heç nə eləmirlər. Sadəcə müəllim burada kukla teatrının qoğal tamaşasının afişasını nümayiş etdirir, afişasını asır, göstərir, onların diqqətini dərsə cəlb eləmək üçün. Sonra şagirdlərin suallarına müraciət edir. Yəni bu hələ dərsin izahına keçməyib. İzaha keçməmişdən qabağa əgər belə bir şey eləyirsə, deməli burada nə var? Motivasiya, maraq oyatma mərhələsidir. C-də deyir, müəllim şagirdlərdə gördükləri işin səmərəli olması ilə bağlı fikir formalaşdırmağa çalışır. Hələ şagirdlər heç bir iş görməyiblər. Onda fikir formalaşdırsın. D-də deyir, müəllimin məqsədi şagirdlərdə yüksək təfəkkür səviyyəsini inkişaf etdirməkdir. Yüksək təfəkkür səviyyəsi nə əlaqə? Y-də deyir, müəllim şagirdlərin diqqətini dərsə cəlb etmək üçün belə bir üsuldan istifadə edir. Bəli, bu mənim situasiyamın cavabıdır. Doğru cavabıdır. Y variantı. Diqqəti dərsə cəlb eləmək üçün afişa nümayiş etdirir, afişa və həmçinin düşündürücü suallar verir ki, şagirdlərin diqqətini dərsə cəlb eləsin. Hələ dərs izahı olmayıb, tapşırıqlar yerinə yetirilməyib. Cavab Y variantı. 11. Qaninin öyrənmənin səmərəli təşkil olunması üçün təşrif etdiyi addımlara aid deyil. Şagirdlərin dərsin mövzusunu müəyyən etməyə sövq edilməsi. Baxın, dərsin mövzusunu müəyyən etməyə sövq edilməsi yanlışdır. Ola bilər biz mövzu seçimi verək şagirdlərə ki, onlar seçsinlər. Amma burada deyir, dərsin mövzusunu müəyyən etməyə sövq edilmə. Demişdim ya, sizə sövq edilmə yanlışdır. Nə etməliyik? Dərsə cəlb eləməliyik. Dərsə cəlb etmək doğrudur, amma sövq edilmək yanlışdır. Ona görə A variantı aid deyil.
B-də deyir, əvvəlki təlimdə qazanılmış bilik bacarıqlarının stimullaşdırılması. Bu doğrudur. 3-cü addımdır. Əvvəlki bilikləri yada salmaq. Şagirdlərə dərsin məqsədinin elan edilməsi 2-ci addımdır. Təlim nəticəsini elan etməliyik. Şagirdlərin diqqətinin dərsə cəlb edilməsi 1-ci addımdır. Bəli, cəlb olunma doğrudur, amma burada deyir, dərsin mövzusunun sövq edilməsi. Belə bir mərhələ var idi, belə bir addım var idi bizdə. Xeyr, deməli yanlışdır. 11 əks əlaqə qurulması, yəni rəy, bu da 7-cidir. Bu da aiddir. 12. Müəllim şagirdlərə dünya okeanının çirklənməsinin qarşısının alınması haqqında təqdimat hazırlaması tapşırığını verir. Bu tapşırıq Qanyenin təlimin deyir, hansı addımı nümunə ola bilər? Deməli, burada deyir ki, müəllim şagirdlərə dünya okeanının çirklənməsinin qarşısının alınması haqqında təqdimat hazırlamasına tapşırıq verir. Bu tapşırığı hara verəcək? Təqdimat hazırlayacaqlarsa, sinifdəki dəngənin içərisində təqdimat hazırlamaq mümkün deyil axı. Dünya okeanının çirklənməsinin qarşısı alınması haqqında gedəcəklər evdə araşdırma aparacaqlar. Müxtəlif mənbələrdən istifadə edəcəklər. Kitabdan, nə bilim, telefondan istifadə edəcəklər. Nə edəcəklər? Tapşırığı yerinə yetirəcəklər. Deyir, şagirdlərə təlim nəticələrini elan etmək əlaqəsi yoxdur. 2-ci addımda əks əlaqə qurmaq. Xeyr, hələ qurtarmayıblar işlərin ki, əks əlaqə qursunlar. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi, bəli, bu ola bilər. Ev tapşırığı kimi verilib. Şagirdlərin diqqətini dərsə cəlb etmək motivasiyadır, D-də çıxır. Dərsin mövzusunu təqdim etmək, bu da 4-cü addımdır. Nədir? 4-cü addımda da müəllim dərsi izah edirdi. Burada amma tapşırıq verir. Tapşırıq verirsə, bilik bacarıqlar nə edir? Bacarığa çevrilməsi, yəni ev tapşırığıdır. 13. Dərsin məqsədinə uyğun olaraq müəllim şagirdlərə özünü qiymətləndirmə vərəqləri təqdim edir. Qiymətləndirmə. Artıq qiymətləndirmə vərəqləri təqdim edirsə, şagirdlər artıq tapşırıqları yazıblar və özlərini qiymətləndirəcəklər. Nə olacaq bu elə qiymətləndirmə addımı? Təlim nəticəsini elan etmək deyil. Qiymətləndirmə 8-ci addımdır. Əks əlaqə qurmaq deyil, 7-ci addımdır. Təlim nəticələrinin reallaşdırılması səviyyəsi müəyyənləşdirmək, bəli, burada artıq məqsədə nə dərəcədə çatıb-çatmadığını müəyyənləşdirəcəklər. Yəni qiymətləndirmə 8-ci addım. C variantı doğrudur. Bilik bacarıqlarının tətbiqi tapşırıq yerinə yetirməkdir. Diqqəti dərsə cəlb etməkdir. Motivasiya, yəni 1-ci mərhələdir. Cavab C variantı. Sonra 14. Dərsin sonrakı mərhələlərinin səmərəli təşkilində mühüm rol oynayır. Düşündürücü suallar vermək, hər hansı şəkillərdən və ya əyani vəsaitlərdən istifadə etmək, maraqlı hadisələr danışmaq. Aha, bu artıq buradan bilinir ki, deyir ki, dərsin sonrakı mərhələlərin səmərəli təşkilində mühüm rol oynayır. Düşündürücü suallar harda verilirdi? Şəkillərdən, əyani vəsaitlərdən nə üçün istifadə olunurdu? Maraqlı hadisələr niyə danışılırdı? Şagirdlərin diqqətini dərsə cəlb etmək üçün. Yadınızdadsa, bunları vurğulamışdım. Hardadır? Şagirdin diqqətini dərsə cəlb etmək. Cavab A variantı. Motivasiya mərhələsi üçün. 15. Robert Qanyenin öyrənmənin şərtləri nəzəriyyəsini əsas tutaraq şagirdin təlim nəticəsinə çatıb-çatmadığını yoxlamaq üçün təqdim olunmuş fəaliyyətlərdən biri uyğun deyil. Deməli, çatıb-çatmadığını yoxlayırsa, bu artıq qiymətləndirmədir. Yəni, təlim nəticəsinin nə dərəcədə çatdığını ölçür, qiymətləndirmədir. Refleksiya qiymətləndirmədir, bu doğrudur. Özünü qiymətləndirmə deyirsə, bu da doğrudur. Verilən informasiyanın unudulmaması üçün abreviaturadan istifadə etmək. Verilən informasiyanın unudulmaması üçün abreviaturadan istifadə etmək, o, öyrənməni daha da mənimsətmək üçün istifadə olunur. Öyrənməni təmin etmək. Yadınıza gəlir 5-ci addım. Dərsi izah edəndən sonra müəllim bu bilikləri unutmamaq üçün, şagirdlərdə daha çox mənimsətmək üçün nə edirdi? Müxtəlif abreviaturalardan istifadə edə bilər, həyati situasiyalar gətirə bilər, nə bilim, başqa inteqrasiyada, şaquli inteqrasiyadan istifadə edə bilər. Yəni, bunlar hamısı nə üçündür? Öyrənməni təmin etmək üçün. Amma burada bizə verilən nümunə çatıb-çatmadığını yoxlamaq, yəni qiymətləndirmədir. C variantı, amma qiymətləndirmə 8-ci addımdır. Amma informasiyanı təmin etmək, öyrənməni təmin etmək, mənimsətmək isə 5-ci addımdır. C də ona görə uyğun deyil. Şagirdlər arasında bir-birini qiymətləndirmə, yoldaş qiymətləndirməsi doğrudur. 3-2-1 üsulundan istifadə etmək bu da doğrudur. Çünki 3-2-1 iş üsulu refleksiya üçün ən əlverişli iş üsuludur. Həmçinin formativ qiymətləndirmək üçündür. Ona görə də 15-ci C variantı. 16-ya baxaq. Öyrənmənin addımlarını onların təsviri ilə uyğunlaşdırın. Deməlidir ki, əvvəlki təlimdə qazanılmış bilik bacarıqları stimullaşdırmaq, bilik bacarıqlarının tətbiqi, əks əlaqə qurmaq, təlim nəticələrini elan etmək. Öyrəniləcək bilik bacarıqları şagirdə bildirmək. Öyrəniləcək bilik bacarıqları şagirdə bildirmək, yəni dərsin sonunda hansı bilik bacarıqları yiyələnəcəklərsə, onu şagirdlərə bildirmək, əvvəlcədən bildirmək, bu təlim nəticələrini elan etməkdir. 4A. Praktiki məşğələlər vermək. Praktiki məşğələlər vermək, burada artıq tapşırıq verirsiniz. Tapşırıq verirsinizsə bilik bacarıqlarının tətbiqidir. 2B. Şagirdlərin fəaliyyətini dəstəkləmək. Dəstəkləmək, istiqamət vermək, bu hardadır? Əks əlaqə qurmaq, yəni rəy verməkdə. Sonra, əvvəlki biliklərlə bağlı sual vermək, bu artıq əvvəlki bilikləri, yəni əvvəlki təlimdə keçirilənləri yada salmaqdır, stimullaşdırmaqdır. 1 də D. 1D, 2B, 3C, 4A. 1D-dirsə, bunlar çıxır.
1D, 2B. 2B-də bir dənə B variantı. Cavab B variantıdır. 17. Müəllim ailə büdcəsi mövzusuna uyğun olaraq pulu düzgün xərcləməməyin büdcəyə vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Həyati situasiyalar harada təqdim edirdi? Dərsin mövzusunu təmin etməkdə. Yəni öyrənməni təmin etmək. Baxın, yenə deyirəm. Burada deyir ki, izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Həyati situasiyalar gətirmək, şaquli inteqrasiyadan istifadə, nə bilim, abreviaturalardan istifadə, sonra şagirdlərə şərait yaradılır ki, o öyrəndiklərini, əldə etdiyi bilikləri vizuallaşdırsın, vizuallaşdırma. Bunlar hamısı öyrənməni təmin etməkdədir. Ona görə cavab A variantı. 18. Tarix dərsində Azərbaycan xanlıqlar dövründə bölməsini tədris edib, bitirdikdən sonra müəllim şagirdlərə evə qrup işi olaraq tapşırıq verir. Azərbaycanın şimal və cənub xanlıqlarının daxili və xarici siyasətindəki oxşar cəhətlər mövzusunda təqdimat hazırlayın. Deməli, burada tapşırıq verir ki, gedin evdə təqdimat hazırlayın və salam. Bu da hansı addımdır? İnformasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Ev tapşırığı 9-cu addım. 19. Biologiya dərsində toxumlu bitkilər bölməsini tədris edib bitirən müəllim şagirdlərə sonda bölməyə dair layihə işi tapşırır. Deməli, bölməyə aid layihə işi tapşırırsa, yenə də gedəcək şagirdlər nə edəcək? Evdə layihə işi hazırlayacaq, təqdimat hazırlamaq, layihə işi hazırlamaq, yaradıcıdır, fikir verin, yaradıcı ev tapşırığı verir, yaradıcı tətbiq etmə varsa, tapşırığı evə verirsə, bu nə olacaq? Ev tapşırığı 9-cu addım, informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək D variantı. Müəllim dərsi keçərkən ümumi nitq hissələrinə aid suallar verir, əsasən də sifəti və onun xüsusiyyətlərini yada salmalarını istəyir ki, sifətlə ortaq xüsusiyyətləri olan zərfi uşaqlar daha yaxşı anlasın. Deməli, burada deyir, diqqəti cəlb etməyə xeyir, bilik bacarıqlarının tətbiqi xeyir, əvvəlki dərsdə qazanmış bilik bacarıqları stimullaşdırmaq. Bu doğrudur. Çünki burada deyir ki, diqqətlə qulaq asın, müəllim dərsi keçəndə ümumi nitq hissələrinə aid suallar verir. Əsasən də sifəti və onun xüsusiyyətlərini yada salmalarını istəyir ki, sifətlə ortaq xüsusiyyətləri olan zərfi uşaqlar daha yaxşı anlasın. Deməli, bu müəllim zərf keçəcək. Zərfi keçməmişdən qabaq da sifəti yada salır, ümumi nitq hissələrinə aid suallar verir, yada salır ki, dərsi izah edəndə onlar daha yaxşı anlasın. Biz də demişdik ki, dərsin izahından əvvəl müəllim əvvəlki bilik bacarıqları yada salırsa, əvvəlki dərsdə qazanılmış bilik bacarıqları stimullaşdırmaq addımındadır. Yada salandan sonra keçəcək dərsin izahına. Ona görə cavab C variantı. Sonra 21. Müəllim dünya dilləri mövzusuna uyğun olaraq şagirdlərə insanların həyatında dinin rolu ilə bağlı araşdırma aparıb esse yazmağını tapşırır. Yenə də burada neyinir? Tapşırıq verir ki, getsinlər evdə bununla bağlı esse yazsınlar. Deməli, əks əlaqə qurmaq deyil, diqqət dərsi cəlb etmək, təlim nəticəsini elan etmək, dərsin mövzusunu təqdim etmək deyil. Yenə də, baxın, yenə deyirəm. Müəllim dünya dilləri mövzusuna uyğun olaraq şagirdlərə insanların həyatında dini rolu ilə bağlı araşdırma aparıb esse yazmağı tapşırır. Gedəcəklər, araşdırma aparacaqlar, esse yazacaqlarsa, bu artıq ev tapşırığıdır. Sinifdə verilsəydi, deyərdim bilik bacarıqlarının tətbiqi. Desəydi ki, müəllim, məsələn, bu mövzuda esse yazmağı tapşırır, onda olardı ki, sinifdədirsə, bu olacaq bilik bacarıqlarının tətbiqi. Amma burada bilik bacarıqlarının tətbiqi fikir verin cavablarda yoxdur. Həm yoxdur, həm də bununla bağlı bir araşdırma aparıb esse yazmağını tapşırırsa, tapşırıq verirsə, deməli ev tapşırığı verir də. Düzdür, ona görə cavab B variantı. Ev tapşırığı informasiyanın möhkəmləndirməsi və bacarığa çevirməsi. 23. Təlim məqsədləri ilə müqayisə aparmaq təşkili üçün təşrif etdiyi hansı addıma aid edilir? Yadınızdadır, bu müqayisə aparmaq harda demişdim? Demişdim ki, qiymətləndirəndə müəllim təlim məqsədi ilə bu nəticəni, yəni şagirddən o əldə etdiyi nailiyyətləri müqayisə edir. Görün bu şagird bu məqsədə çatıbmı, yoxsa çatmayıbmı? O aradakı o fərqi ölçürsə, müqayisə edirsə, deməli şagirdləri qiymətləndirir. A-dadır əvvəlki təlim xeyir. Qiymətləndirmək hansı addım idi? 8-ci addım, düzdür? Amma əvvəlki təlimdə qazanılanları yada salmaq 3-cü addımdır. Öyrənməni təmin etmək 5-dir, qiymətləndirmə deyil. İnformasiyanı möhkəmləndirmək ev tapşırığı 9-cu addımdır. Təlim məsələlərin reallaşdırma səviyyəsini müəyyənləşdirmək, bəli, bu artıq qiymətləndirmədir. Bizə də lazımdır ki, məqsədlə müqayisə aparılsın ki, görüm şagird nə dərəcədə, necə dərsin məqsədinə nail olub, nə dərəcədə çatıb. Bu da hardadır? Qiymətləndirmədə. Təlim nəticələrinin reallaşdırma səviyyəsini müəyyənləşdirmək üçün müəllim müqayisə aparır. Bilik bacarıqlarının tətbiqidə deyil, tapşırıq yazmırlar. 22D. 23. Şagirdlər dərs zamanı öyrəndiklərini həyata keçirərək öyrəndiklərinə uyğun tapşırıqlar eləyirsə, bu zaman hansı addımı həyata keçirir? Baxaq, deyir ki, dərs zamanı öyrəndiklərini həyata keçirərək öyrəndiklərinə uyğun tapşırıq eləyir. Deməli, bilik bacarıqlarının tətbiqidir. Bilik bacarığı yiyələnə bilər və ona aid tapşırıq yerinə yetirilərsə, deməli, bilik bacarıqlarının tətbiqidir. 24.
Yeni mövzunun tədrisi zamanı əvvəlki bilik bacarıqlara istinad edilir və əvvəlki biliklərə aid suallar verilir. Təbii ki, əvvəlki dərsdə qazanılmış bilik bacarıqları stimullaşdırmaq. Cavab C variantı. 25. Qaneyə görə təlimin sonunda refleksiya etməklə hansı öyrənmə addımını təmin etmək olar? Refleksiyadırsa, deməli burada qiymətləndirmədir. Qiymətləndirmə də hardadır? Reallaşma səviyyəsinin, təlim nəticələrinin reallaşma səviyyəsini müəyyənləşdirmək. Cavab C variantı. 26. Verilənlərdən hansı Qaneyin təşrif etdiyi informasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi addımına aid deyil? Deyir ki, informasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsinə aid deyil. Layihə hazırlamaq aiddir. Çünki evə müəllim yaradıcı tapşırıq verir. Esse yazmaq aiddir. Ümumiləşdirmələr aparmaq aiddir. Qazanılmış biliyin tətbiqini tapşırmaq bu da aiddir. Amma əvvəlki biliklərlə bağlı sual vermək bu aid deyil. Əvvəlki biliklərlə bağlı sual vermək hansı addım idi? Üçüncü addım. Əvvəlki təlimdə qazanılanları yada salırdı, stimullaşdırırdı. Ona görə cavab Y variantı. 27. Aha. Deməli, müəllim uşaqlarda idarəçi fəallıq yaratmaq üçün beyin həmləsi üsulundan istifadə edirsə, beyin həmləsi üsulu demişdik hansı mərhələ üçün əlverişlidir? Motivasiya mərhələsi. Motivasiyada da şagirdlərin diqqətini dərsə cəlb eləməliyik. İdraç fəallığı yaradanda müəllim nə edir? Düşündürücü suallar verir, proaktiv suallar verir. Motivasiya mərhələsində beyin həmləsi üsulundan istifadə edirdi. Yadınıza gəlir? Düşündürücü suallar verirdi. Şagirdlərdə idraç fəallığı yaradırdıq. Ona görə diqqətini dərsə cəlb etməkdir. 28. Qaneyin öyrənmənin şərtləri nəzəriyyəsində dərsin mövzusunu təqdim etmək addımından sonra, dərsin mövzusunu təqdim edəndən sonra öyrənməni təmin edirdi. Yəni mənimsədirdi. Daha yaxşı mənimsətmək üçün müxtəlif yollardan istifadə edirdi müəllim. Öyrənməni təmin etmək. Cavab D variantı. 29. Rollu oyunlar, praktik məşğələlər, laboratoriyada iş aparmaq, təqdimatlar hazırlamaq, məktəbyanı sahədə işləmək, bunlar artıq necələr? Məktəbdə canlandırırlar da, düzdür? Hər hansı bir rola girirlər, praktik aparırlar, laboratoriyada gedib iş aparırlar. Yəni bilik bacarığı yiyələniblər və gedib onu tətbiq edirlər. Tapşırıq yerinə yetirirlərsə, bilik bacarıqlarının tətbiqini təmin etmək. Cavab B variantı. 30. Mövzu yol hərəkəti qaydalarıdır. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə almaqla mövzu ilə bağlı informasiyanı onların diqqətinə çatdırır. Burada deyir ki, artıq neynir? Mövzu yol hərəkəti qaydalarıdır. Müəllim şagirdlərin öyrənmə tərzlərini artıq burada nəzərə alaraq mövzu ilə bağlı informasiyaları diqqətinə çatdırır. Yəni mövzu ilə bağlı informasiyaları şagirdlərə izah eləyir. Müxtəlif öyrənmə tərzlərini nəzərə alır, dərsi izah eləyir. Dərsin hansı komponentidir? Dərsin proses komponenti. Proses komponentində differensiallıq gözlənilir. Deməli, burada müəllim nə edir? Dərsi izah edirsə, dərsin mövzusunu təqdim etmək. Cavab Y variantı. Yenə də nə qaranlıq qalsa, atarsız aydınlıq gətirərəm.